Mikro sahibkar 75% vergi güzəştini hansı halda itirir? Məcəllənin 155.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən, vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında ruxsatlı olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada postterminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0.5 əmsal tətbiq edilməklə nəzərə alınır. Bunu məsələ üzərindən izah edək. Vergi ödəyicisinin ümumi dövriyyəsi 220 min manat olub, bunun 140 min manatlıq hissəsi postterminal vasitəsilə ödənişlərdən və 80 min manatlıq hissəsi nağd ödənişlərdən formalaşarsa, 155.1-ci maddənin müddəalarına əsasən ƏDV qeydiyyatına düşmür. Bəs bu halda mənfəət vergisi üçün mikro sahibkar hesab olunaraq 75%lik vergi güzəştindən yararlana bilərmi? Yoxsa mənfəət vergisi 20% dərəcə ilə hesablanmalıdır? Vergi məcəlləsinin 155.1-ci maddəsi yalnız ƏDV qeydiyyat öhdəliyinin yaranıb-yaranmamasını müəyyən etmək üçün istifadə olunur. Bu səbəbdən illik gəliriniz 200 min manatı keçdiyi üçün mənfəət vergisi bəyannaməsini təqdim edərkən əldə olunan mənfəət 20% dərəcə ilə vergiyə cəlb olunacaq.